Bismillahirrahmanirrahim. Tağutun mənası və başlıca növləri. Mərhəmətli və rəhimli Allahın adıyla. Bil ki, uca Allah sənə rəhm etsin. Həqiqətən Allahın Adəm oğluna ilk fərz qıldığı şey tağuta küfr edib Allaha iman gətirməkdir. Dəlil, uca Allahın bu sözüdür. And olsun ki, biz hər ümmətə Allaha ibadət edin və tağutdan uzaq durun deyə elçi göndərdik. Nəhl surəsi 36-cı ayət. Tağuta küfr etmənin sifətinə gəlincə, o, Allahdan qeyrisinə edilən ibadətin batil olduğuna inanmaq, onu tərk etmək, ona nifrət etmək, şirk əhlini təkfir etmək, onlara düşmənçilik göstərməkdir. Allaha imanın mənasına gəlincə, o, Allahın ortağı olmadan ibadət edilən tək ibadətə layiq ilah olduğuna inanmaq, ibadətin bütün növlərinin hamısını Allaha xas qılmaq, onu ibadət, ondan başqa bütün ibadət edilənlərdən nəf etmək, ixlas əhlini sevmək, onları dost tutmaq, şirk əhlinə nifrət etmək, onlara düşmənçilik göstərməkdir. Və bu milləti İbrahimdir. Hansı ki bundan üz çevirən özünü alçaltmış olar. Və bu Allahın sözündə xəbər verdiyi gözəl nümunədir. İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər, şübhəsiz ki biz sizdən və sizin Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Biz sizi təkfir edirik. Siz tək olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim düşmənçilik və nifrət olacaqdır. Mümtəhinə surəsi 4-cü ayət. Tağut ümumidir. Allahdan başqa ibadət edilən və bu ibadətdən razı olan, hər ibadət olunan, tabi olunan, Allah və Rasuluna itaətə müxalif olaraq itaət edilən tağutdur. Tağutlar çoxdur, başlıcaları isə 5-dir. Birinci, insanları Allahdan başqalarına ibadətə çağıran şeytan. Dəlil, uca Allahın bu sözüdür. Ey Adəm oğlu, mən sizə şeytana ibadət etməyin. Həqiqətən o sizin üçün açıq-aşkar bir düşməndir deyə bildirmədimmi? Yasin surəsi 60-cı ayət. İkinci, uca Allahın hökmlərini dəyişdirən zalim hakimlər. Dəlil, uca Allahın bu sözüdür. Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini zənn edənləri görmədinmi? Onlar tağuta mühakimə olmaq istəyirlər. Halbuki onlara ona küfr etmək əmr olunmuşdur.